Gözləyirdik ki, qiymətlər artandan sonra bəlkə mağazində bir şey tapa bildik. Gəlmişik gördüyünüz kimi, piştaxtalar boş, istədiyimiz şeyi tapa bilmirik. Bu sözləri indi təkcə Bakıda deyil, Respublikanın hər yerində eşitmək olar. Gəncədə əvvəlcə Azərbaycan Əlvan Metallar Emalı Zavodunun Buta firma mağazininə baş çəkdik. Gördük ki, satıcıların keyfi yoxdur. Qaş qabaqları yerlə sürünür. Cəmaət tələb eləyir, heç nəyimiz yoxdur. Qazan, padnos, çaynik yoxdur. Elə ona görə də polkalarda bomboş gördüyünüz kimi, alverimiz də yoxdur. Fikirləşdik ki, bəlkə zavod dayanıb. Zavoda gələndə gördük ki, xeyr, istehsal prosesi burada əməlli başlı qaydasındadır. Bəs görəsən bu mallar hara gedir? Niyə dükanlarımıza gəlib çıxa bilmirlər? Zavodun baş mühəndisi Mahir Bayramov. Əsasən, xalq istehlakı malları üçün xam malın biz alınmasında böyük çətinliklər çəkirik. Belə ki, Orsk və Arçalov zavodları keçən il zavodu böyük çətinliklər qarşısında qoymuşlar. İstehsal etdiyimiz mallarının 80%-ni biz Respublikadan kənar təşkilatlara satmağa məcbur olmuşuq. Bu il isə həmin rəqəm istehsal etdiyimiz malların 75%-ni təşkil edir. Məhz bunun nəticəsində Respublika xalq istehlakı mallarının qıtlığı göz qabağındadır. Burada deyiblər, hamını bəzər, özü lüt gəzər. 41-ci ildə corabı yamayıb geymir, kişilər ayağına geymirdi. İndi hal-hazır 91-ci ildir, biz naskını yamayıb yoldaşımızın, uşağımızın ayağına geyindiririk. Bəlkə yoxumuzdur? Xeyr, özümüzdə kişi corabı da, qadın corabı da, uşaqlar üçün toxuma geyim də istehsal olunur. Özü də deyilənə görə bunlar heç yana getmir, özümüzdə qalır. Bəs niyə yoxdur? Birliyin direktor müavini Şahverdi Mirzəyev. Bizim müəssisə Respublikada yegana müəssisədir ki, corab istehsalı ilə məşğuldur. Bu müəssisənin demək illik həcmi 45 milyon cüt corab məmulatı istehsal edə bilər. Lakin Respublikada və yaxud SSR-də başlanan bu vəziyyətlə əlaqədar olaraq bu illəri bizim planımız demək 35 milyon cütə endirilib, aşağı düşüb. Я хотела купить блюдца, стаканы, чайник, но я не вижу ничего на прилавках, пустые прилавки. И тем не менее, у нас 2 фаянсовых завода, 1 стекольный. Ну где же продукция? 2-3 il əvvəl bu qab-qacaq əlindən nə dükanlarda, nə də mətbəxlərimizdə yer yox idi. Çox idi deyə bunları heç bəyənmirdik. İndi matah olublar. Özü də əvvəlki illərdə olduğundan da artıq istehsal olunurlar. Bakı Şüşə zavodunda da istehsal öz qaydasıncadır. Böyük stəkanda, armudu stəkanda istehsal olunur. Ancaq çay dəstgahlarımızın bəzəyi olan armudu stəkanlar niyə yoxa çıxıblar, heç kəs bilmir. Heç bunlar da tapılmırlar. Zavodun plan şöbəsinin rəis müavini Olga Abaniyeva. Вы знаете, она пользуется большим спросом населения, и все-таки, наверное, я думаю, еще мощности завода у нас не полностью соответствует потребности нашей республики. Bəli, xalq istehlakı malları doğrudan da qıtdır. Səbəblərini hərə bir cür izah etdi. Onları Azərbaycan Ticarət Nazirliyi də bilir. Səbəblərdən birini də indi jurnalımızın növbəti süjetində görəcəksiniz. Baş üstə, 9 nömrəli agentlər. Sabahtan mazar dükkanda hiçbir şey olmamalıdır. Hatta diş kurdalamağa bir fiska söpüde olmamalıdır. Koymaya gerek, koymaya. Öldü var, döndü yok. Hayır, hayır. Öldü var, döndü yok. Hayır, hayır. Horuz banı. Kaş dəstgahına başlamazdan qabaq. Bütün bazar dükkanı boşaldın. Şehre gelen bütün yolları kesin. İster hava yolu, ister su yolu, ister kuru yolu. Bütün malları xəlvət ambarlara yığıb gizlədin. Oldu, oldu. Fabriklərdə, zavodlarda, metrolarda, çayxanalarda, her yerde cemaati inandırın, başa salın ki sabahtan hiç ne olmayacak. Açlık, talon, dipsit. Açlık, talon, dipsit. Öldü var, döndü yok. Öldü var, döndü yok.
İleri! Açtık. Tamam. Deyirlər, sabahdan nə leykoplastır, nə də bint day olmayacaq. Geçen asrın ortalarında tikilmiş gördüğünüz bu binada Sovet hakimiyyəti qurulandan bəri 2 nömrəli ruhi klinik xəstəxana yerləşir. Şəraiti heç bir normativlərə uyğun gəlməyən xəstəxananın rəhbərliyi 30 ildən artıqdır ki, bütün aslı olan idarələrə müraciət edir. Amma boş vədlərdən başqa heç bir nəticə əldə edə bilmir. Ruhi xəstələrin görüş otağının, istirahət otağının, yeməkxananın olmaması heç kimi narahat etmir. Hər xəstəyə palatada normativlərə əsasən 7 kvadrat metr əvəzinə cəmi 2 kvadrat metr düşür. Bütün bunlar xəstələrin müalicəsinə öz təsirini göstərməyə bilməz. Всю вину того, что вы видели, я вижу только в нашей системе. Не в определенных медицинских учреждениях, а в нашей системе, которая всегда была неискренней к психиатрии. У нас не было психически больных, тем более не было психиатрической службы. И вот до такого состояния мы и dошли. Qasımov adına 1 nömrəli doğum evi də keçən əsrin ortalarında tikilmiş binada yerləşir. Burada da eyni vəziyyətdir. Neçə komissiya gəlib, baxıblar, başlarını bulayıblar, xəstəxananın adi gigiyenik və ginekoloji tələblərə uyğun gəlmədiyini təsdiq ediblər, amma heç bir xeyri olmayıb. 3 ildən artıqdır ki, xəstəxananın sökülüb təzədən tikilməsi haqda söhbətlər gedir və bu səbəbdən heç təmir işləri də görülmür. İldə 7.000-8.000 uşaq dünyaya gələn bu səhiyyə ocağında 186'sı ancaq normal şərait olmadığından işıq ucu görməmiş həlak olurlar. Görünür, belə vəziyyət heç kimi narahat etmir. Keçən əsrdən bizə miras qalmış Buzovna qəsəbəsində yerləşən bu binalarda isə 4 nömrəli vərəm xəstəxanası yerləşir. Elə bilməyin ki, binaların bu vəziyyəti döyüş meydanının və yaxud zəlzələnin nəticəsidir. Əsla yox. Səbəbkar baxımsızlıq və laqedsizlikdir. Belə şərait vərəm xəstəliyinin müalicəsinə yox, daha çox onun yayılmasına kömək edir. 4 nömrəli vərəm xəstəxanası Buzovna qəsəbəsinin mərkəzində yerləşir. Xəstəxana müasir tələblərə uyğundur. Binalar yararsız haldadır. Bugünkü gündə uçurum vəziyyətdədir. Xəstəxana söküb yenidən tikmə məsələsi artıq gəlib ortaya çıxıbdır. Göstərdiyimiz xəstəxanalar keçən əsrdə tikilmiş binalarda yerləşirdilər. Bəs təzələri tikilmir? Niyə ki? Tikilir. Məsələn, smeta dəyəri 19 milyon manat olan və 1975-ci ildən tikilməyə başlayan təcili tibbi yardım xəstəxanası, tikintinin girəcəyində asılmış, xalqımızın sağlam və xoşbəxt gələcəyi üçün var qüvvəmizlə işləyək şüarı çox ümid vericidir. Ancaq hayıf ki, əməl olunmur. Bu tikinti 18 ildir davam edir. Vəziyyətimiz çox ağırdır. Xəstələr üçün yaxşı şərait yarada bilmirik. Bir fikir verin, bu tikintinin dəyəri 19 milyondur. Hər il 1 milyon yarım buna pul bıraxılır. Bu minval ilə geçsə, əsrin axırına bəlkə də hazır olun. Ancaq əgər istəsələr,
2 ilə bunu tip vermək olar. Bu onu göstərir ki, sosial məsələlərə münasibət çox pisdir. Çox düzgün diaqnozdur. Biz də şərikik.